çəkirəm, lazım olsa şeyləri də. Mənə amma düz deyəcəkən, düz. Dua suyu içibsən ya yox. Vaxtilə hə. İndi bəyəkdən necə Beyaz çörükçüsü göstərim dua var deyir. Üstü sabra. Bax onun suyundan. Bax əziz tamaşaçılar, bax özü görürsünüz ki, mən bunun daxilinə girə bilmirəm. Və indi deyir ki, özümü belə istəyirəm, budur. Belə proses olanda mən deyəm pasiyentə sizə kimsə dualı su içizdirib. İndi boynu aldı ki, deyir, hə, mən özüm bu dualı su içmişəm. Belə, bax bu əlməkli qaşınma neysə belə bir şey hiss olunur. Ya sənin məqsədin nədir o dualı su içirdin? Təmizləmək üçün. O dualı su təmizləyir bə? Nə bilim, təmizləyir. Yaxşı, onu hansı molla sizə demişdi? Bir dənə xanım idi. Hansı? Adını deyə bilərsən? Yox, adını deməyəcəm. Mənim də deməyim odur ki, sizin kimi xanımlar çox allanırlar. Amma yenə demir, bir dənə Allahın ətəyinə yapışın. Mən görürsünüz, siz elədiyiniz mən reallıqla, sübutla göstərirəm və bu gücü mənə Allah verir. Bu gücü siz də hiss edirsiniz. Amma mən heç vaxt rəva bilmərəm. O duanın suyunu içəsiniz və yaxud da o kağız parçasına inanasınız. Sübh tezdən durun, Allah Taala möcüzəsini göstərir, hər yeri işıqlandırır. Bu Allahın möcüzəsi olur. Üzü qibləyə durun, gözünüzü bağlayın, Allahdan istəyinizi istəyin. Ocuzun içi gördüyünüz qızıqlarını bir ki, niyyətinizi Allah qəbul elədi. Onunla da gedin. Hər şeyi Allahdan istəyin. Bəsdir bu mollalara getməyi, kağız dua yazdırmağı. Əlləri biraz uzaq. İndi gör, qolu ilə gedəcək. Gedir qolu. Belə bir hər neysə qolumdan tutub belə deyim də. Belə bir hər neysə gedir. Çiynlərə gəldi. Çiynlərimi qolumda hiss edirəm. İndi çiynlərində hiss elində deyərsin. Belə bir neysə sürtülür çiynlərimi. Bilirsən xanım, sizin elə bir həyatınız, yenə demə, həyatınız bu dualara bağlıdır. Ona görə siz hələ o duadan ayılmayıbsınız. Sifətvə gəldi. Sürtülür. Hiss eləyirsən, sifətinin dərin altına nəsə gedib gəlir. Şimdi istədik kimi nəsə gəlir. İndi hiss eləməyə başladın. Hə, biraz yoxlasın. İndi başında gör, başının içində nəsə gedib gələcək. Hiss eləyirsən. İndi görün başından soyuq çıxacaq, ya isti. Ya Allah, bismillah. Soyuq gəlir. Soyuq yəni ki, bu əməllərdir. Əməllər hələ daxilində var. Daxilindən indi təmizliyə onu inşallah. Qolları niyə bıraxdı? Sən demişdin qolları bıraxdı. Ya Allah, ya Allah. Şöyəndə də soyuq nəsə çıxır. Sərbəst silirsən. Hə, biraz. Gözləri. Nəticə olaraq sonda nə hiss elədiniz? Sonda hiss elədim ki, elə bir ki, kürəyimdə ağrılar getdi, rahatam indi. İndi cümraham da. Doğrudan bəri yanımda həqiq rahatam, cümraham. Ondan əvvəl elə bir ki, neysə addım atıram, elə çiynimdə ağrılar var idi. Yük var idi. Elə ki, nəsə gedirəm, arxamca körcü kimi nəsə gedir. Bir əziyyət çəkirdim də, harasa getməyə. İndi necə? İndi rahatam. İndi bu seansdan sonra Allahın gücünü görəndən sonra molla yanına gedərsən ya yox. Əziz pasiyentlər, indi bir dənə də bu qadında seans qalıb, elə bil ki, bunun o daxili ayaqlarında sala olan o ağırlığı zadı çıxartmağı, düzdür, onu çəkişlə eləməyəcək və tamamlamaq üçün o xanımın ayaq toçkalarında 36-dan toçkadır. O hissi ilə də elə bil ki, o damarlara da açıram. Amma onu elə bir eləməsəm, bu bir müddətdən sonra bu xanımın qışlarda tutulacaq. Ona görə. Prosta
çəkişi indi istəmir də görünsə.